Kəmaləddin Qafarov ölkədə dərmanların qiymətinin baha olmasının əsas səbəbkarlarından biridir. Və belə bir şəxsin hər yerdə Azərbaycanda dərmanlar ucuzdur deməsi, yumşaq desək, vətəndaşları dolamaqdır. Həmçinin onun parlament tribunasında öz biznesini legitimləşdirmək məqsədi daşıdığı aydın görülməkdədir. Bildirək ki, Kəmaləddin Qafarovun əsas gəlir mənbəyi məhz dərman satışındadır. Bununla bağlı bölgə TV əməkdaşları media üzərindən kiçik bir araşdırma aparıb və maraqlı məlumatlarla qarşılaşıb. Məlumatda deyilib ki, Azərimed MMC şirkəti Kəmaləddin Qafarovundur və ölkədə ən böyük dərman firmasıdır. Şirkət həm də tibbi ləvazimatların və avadanlıqların satışını həyata keçirir. O cümlədən Zəfəran Apteklər şəbəkəsi və Zəfəran Hospitalda kağız üzərində Kəmaləddin Qafarovun yaxın qohumu Canlıya Rəhim qızı Qafarovanın adına olan şirkət daxildir. Kanon Apteklər şəbəkəsinin daxil olduğu Kanon MMC Qafarovun digər firmasıdır. Qanuni təmsilçisi Kəmaləddin Qafarovun əmisi oğlu Hüsaməddin Qafarovun olduğu Şafran MMC-də dolayısıyla deputata məxsusdur. Deputatın dərman biznesinə Avesta Farm MMC Naturalist firması da daxildir. Naturalist firmasının təsisçisi kağız üzərində deputatın qardaşı Cəlaləddin Qafarovdur. Paytaxtın ən dəbdəbəli və bahalı şadlıq evlərindən olan Versal Palasında qanuni təmsilçisi Cəlaləddin Qafarovdur. Deputatın əczaçılıq biznesi ölkə sərhədlərini də aşır. Gürcüstanda fəaliyyət göstərən Tbilisi İsani Samkor rayonu Qorqasalikçası 41 ünvanında hüquqi qeydiyyatda olan Helios Pharma Ltd-nin də Qafarova məxsus olduğu deyilir. Şirkət Tamara Qamzaşvili adlı Gürcü qadın tərəfindən idarə olunur. Eləcə də Yunan Kiprində fəaliyyət göstərən Salidont Ltd-nin də deputatın biznes imperiyasına bağlı olduğuna dair məlumatlar yayılıb. Qafarov həm də Milli Onkologiya Mərkəzinin direktor müavini kimi dövlətin bura ayırdığı pulların böyük əksəriyyətini özünə məxsus Azərimed şirkətinə transfer edir. Dərmanlar oradan alınır. Yəni Onkologiya Mərkəzində dəhşətli bahalığın arxasında da məhz Kəmaləddin Qafarov dayanır. Kəmaləddin Qafarovun hədəfi Səhiyyə Naziri olmaqdır. Bir neçə rəsmi mənbənin ötürdüyü məlumata əsasən, deputat Kəmaləddin Qafarovun Səhiyyə Naziri olmaq istəyib bugün də sönməyib. Lal deputat adı verilmiş biznesmen həkim Bakıda doğulub, paytaxtda məktəbi bitirib və sonda hansı yolla isə Naxçıvanda universitetə daxil olub. Adamdan soruşarlar ki, Bakıda doğub böyüyən gənc kimlərinsə vasitəsilə Naxçıvanda pul gücünə universitetə qəbul edilib. Amma mənbə bildirir ki, bu adam universitetin qapısını belə tanımayıb. Qafarovun rəsmi tərcüməyi halında qeyd olunur ki, o Naxçıvanda meyvə-tərəvəzçilik və üzümçülük fakültəsini bitirib. Yəni bu adam kələmdən, soğandan, badımcandan, xiyardan danışa bilər. Amma Milli Onkologiya Mərkəzinin direktor müavini nə məsələdir? Bu adamın səhiyyəyə nə dəxli var axı? Bu adam heç tibbi kolleci də bitirməyib. Bəs heç bir tibb təhsili olmayan bu adam necə Səhiyyə Naziri olmaq eşqinə düşər? Yaxşı deyək ki, bu eşqə düşməyib. Bəs bu adam necə strateji səhiyyə obyekti olan Milli Onkologiya Mərkəzini idarə edir? Bu adam heç mal doktoru, baytar, veterinar da deyil. Axı bu adam hər yerdən ümidi kəsilən xərçəng xəstələrinin başına hansı zülmləri gətirir, bilən varmı? Qafarov bu əlacız xəstələrin hesabına milyonlar qazanır və həmin dərmanları baha qiymətə satdıraraq.